Bəzi qızlar da ümumiyyətlə qudurğanlığına, qaynananın məndən işi olmaz. Bir gəlin ki, əgər qaynananı saymırsa, bir gəlin ki, əgər böyüyün sözünə qulaq asmırsa, qaynana var ki, misal üçün sadəcə gəlinin yaxşılığı üçün nələrisə məsləhət görür ki, misal üçün ev təmiz olsun, ərin gələndə misal üçün yemək hazır olsun və yaxud da ki, digər məsələlərdə yaxşı məsləhətlər verir. Amma qız o qədər qudurğan qız olur ki, o heç qaynananın məsləhətini saya salmır. Hətta deyir ki, yox, elə ayrı ev olsaydı çıxardım orada. Öz başlı baş. Sabahsı günü bax o tip qızlardan böyüyən, doğulan uşaqların aqibəti necə olacaq? Yəni onlar hansı ailə tərbiyəsindən danışacaqlar? Və qaynana yanına gəlirsə bu o evdə problem də olacaq. Yəni başın üstünə bir böyük də var. Mən məsəl üçün otağım dağınıqdır, qaynananın nəyinə lazımdır? Və yaxud da ki, yox mən bu yeməyi bişirmirəm və yaxud da bu dövr qədimi necə görmüşük? Yəni sabahsı günü sənin gələn yanına gələn necə olacaq? Axı sən də qaynana olacaqsan. Sabah insan fikirləşməlidir ki, mən də qaynana olacağam və mənim evimə gətirdiyim gəlinə mən